Salam əziz izləyicilər, bu günləri mən sizlərlə funksiya dərsini izah edəcəm. Deməli, funksiya nədir? Funksiya x-in hər bir qiymətinə y-in yeganə qiyməti qarşı qoyularsa, bu x və y arasındakı asılılığa funksiya deyilir. Bəs x, y nədir? X, deməli, əsas dəyişəndir. Y isə ondan asılı olan bir dəyişəndir. Həmin bu x, y arasındakı asılılığa deyirik biz funksiya. X-in bir adı da arqumentdir. Sonra qrafiklərdə x-in adı absis oxudur. Y-in adı ordinat oxudur. Sonra x təyin deməkdir, təyin oblastıdır. Y qiymətlər oblastıdır, yəni qiymətlər, funksiyanın alabiləcəyi qiymətlərdir, yəni qiymətlər çoxluğu. Bu funksiya bizim həyatımızda da var. Yəni biz özümüz asılıyıq nədən? Məsələn, havadan, havanın temperaturundan asılıyıq. Tutaq ki, hava soyuq olanda məcburuq ki, qalın geyinək, düzdürmü? Burada əsas dəyişən havadır. Biz də ondan asılı olduğumuza görə biz də oluruq asılı dəyişən. Və yaxud da uşaqlar valideynlərindən asılıdır. Çünki burada valideyn nə deyirsə, uşaq onu deyir də. Burada əsas cəmiyyət valideyndir. Yəni x valideyndir, y isə uşaqdır. Funksiya da belədir. Yəni, məsələn, bir dənə funksiya yazaram. Y bərabərdir 2x üstəgəl 1. Burada x olmasa y heç bir şeydir. Yəni, x-a qiymətlər veririk, ona uyğun y hərəkət edir. Məsələn, x-ə mən 1 verəndə y olur 2 vur 1 üstə 1. Yerinə qoyuram da, ki, bu 1. Olur artıq 3. Yəni, x-in 1 qiymətinə y-in 3 qiyməti uyğun gəlir. Və biz niyə dedik x-in hər bir qiymətinə y-in yeganə qiyməti uyğun gələrsə? Biz x çoxluğunu və y çoxluğunu qeyd etsək, x-i elə bir ki, insanlar çoxluğu deyək, y-ə də məkanlar çoxluğu deyək. Məkan, tutaq ki, supermarket, nə bilim, alış-veriş mərkəzi, ev və yaxud da kino, teatr kimi düşünək y-i. Bu da insanlardır. Biz bilirik ki, bir insan ən çox eyni anda bir yerə gedə bilər. Tutaq ki, bu insan bura gələ bilər. Sonra, məsələn, bu insan bura gələ bilər və yaxud da iki insan eyni anda bir yerə gələ bilər. Bax, bu iki insan da bura gələ bilər. Bu da, bu da. Amma bir insan, yəni bir x eyni anda həm bu məkana, həm də bu məkana gedə bilməz. Və yaxud da belə deyək də, bir dənə adam eyni anda iki dənə partida otura bilməz. Yəni, iki dənə yerə gedə bilməz. Ona görə deyirlər ki, x-in hər bir qiymətinə y-in yeganə qiyməti uyğun gələrsə, bu x, y arasındakı asılılığa funksiya deyəcəyik. Məsələn, bir dənə misal nümunəsi göstərim. Tutaq ki, deyir ki, iki dənə bir bənd verib bizə, A bəndi ilə B bəndi. Burada belə bir şey yazıb. Burada belə bir şey yazıb. Deyir ki, bunların hansı funksiya deyil. Burada təbii ki, B funksiya deyil. Niyə? Çünki buradakı, bax, bu adam, ikinci adam həm bura getdi, eyni anda, həm bura. Bu da mümkün olası bir şey deyil. Funksiyalar, uşaqlar, düsturla verilə bilər. Məsələn, belə, y bərabərdir 4x çıx 6. Buna deyirik analitik üsul. Verilə bilər cədvəllə, bax, belə cədvəl çəkilə bilər. Məsələn, yazılar, tutaq ki, x, y, bura yazar, məsələn, a, bura yazar 5, bura yazar 4, bura 3, bura 7, bura 8, bura nə bilim 9, bura 10. Belə cədvəllə verilə bilər. Bir də qrafiklə verilə bilər. Qrafiklə də belədir də. Məsələn, belə bir qrafik çəkilər və yaxud da belə bir qrafik çəkilər və yaxud da belə bir qrafik çəkilər. Biz bilirik ki, bu y oxudur, bu da x oxudur. Yəni, bura absis oxudur, bura ordinat oxudur. Qrafik olaraq verilsə, soruşa bilər ki, hansı qrafik funksiyanın qrafiki deyil. Bunu nətər biləcəyik? İki dənə siz üçün funksiya çəkirəm. Bir belə, bir də belə. Daha doğrusu qrafik çəkirəm. Bunların biri funksiyanın qrafiki deyil. Onu hardan biləcəyik? Y oxuna bir dənə paralel düzxət çəkəcəyik. Məsələn, y-ə paralel bir düzxət çəkdik. Buradan da çəkirəm. Çəkdiyim paralel düzxət
çəkdiyim qrafiki bir nöqtədə kəsirsə, baxın burada bir nöqtədə kəsdi, gördünüz. Bu funksiyadır. Yox, əgər çəkdiyim düz xətt qrafiki baxın 2 dənə nöqtədə kəsirsə, həm burada, həm burada. Yəni 2 və daha artıq nöqtədə, hətta burada 3 nöqtədə kəsir. 2 və daha artıq nöqtədə kəsirsə, bu funksiya deyil, amma bu funksiyadır. Belə də çaşdıra biləriz. Gəldi indi funksiyanın növlərinə. İlk öncə öyrənəcəyimiz növ y bərabərdir kx funksiyasıdır. Buna deyirik bu funksiyaya biz deyirik deməli düz mütənasib funksiya. Düz mütənasib funksiya. Burada k mütənasiblik əmsalıdır. Mütənasiblik əmsalıdır. Və ya bucaq əmsalıdır. Bəzi kitablarda bucaq əmsalı deyirlər. Bucaq əmsalıdır. Niyə bucaq əmsalıdır? Birazdan deyəcəm. Və bunun qrafiki necədir? Bunun qrafiki koordinat başlanğıcından keçən düz xəttdir. Mən bu dediyim sözləri siz qayda dəftərinə yazarsınız. Deməli, qrafik nədir? Koordinat başlanğıcından keçən düz xəttdir. Yəni, tam ortadan keçir də O-dan keçir, sıfırdan keçir. Ya belə keçə bilər, ya da belə keçə bilər. Biz rübləri birinci tanımalıyıq. Rüblər, baxın, buradan başlayır, saatın əksi istiqamətində. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb olmaqla gedir. Əgər düz mütənasib funksiyanın qrafikində qrafik birinci və üçüncü rüblərdən keçirsə, k müsbətdir. K burada ədəddir. Bu k-dan söhbət gedir. Əgər 2 və 4-dən keçirsə, k mənfidir. Bunu bir belə öyrənə bilərsiniz. Bir müsbət mənfi olduğunu belə bilə bilərsiniz. Deməli, bax, bu x-in müsbət istiqamətində əmələ gətirdiyi bucaq iti bucaq olarsa, k müsbətdir. İti bucaqlarda k müsbət olur. Çünki k tangens alfadır. Tangesdə iti bucaqlarda müsbət qiymət alır ona görə. Birazdan onu deyəcəm. Kor bucaq əmələ gətirirsə, k mənfidir. Bir belə yad saxlaya bilərsiniz. Bir də ən asan yolunu deyirəm sizə. Ən asan yolu nədir? Biz qrafiki həmişə soldan sağa oxuyacağıq. Bax, sol buradır, sağ buradır. Əgər soldan sağa doğru, məsələn, deyək ki, bu qrafikin üstündə bir dənə adam var da, bu adam, bax, bu deyək ki, bir adamdır. Bu adam soldan sağa doğru, yuxarı doğru qalxırsa ekskalatordan, bu ekskalatorda elə bil ki, bu zaman k müsbətdir. Yox, əgər soldan sağa doğru aşağı düşürsə, bax, burada bir adam var, görürsən aşağı düşür. Bu zaman k nədir? Mənfidir. Bu da bizdə k-nın işarələri oldu. Məsələn, y bərabərdir 4x. Burada k 4-dür də, müsbət 4-dür. Yəni 0-dan böyükdür. Onda bunun qrafiki təxminən belə bir şey olacaq. Mənfi olsa isə tərsinə. Bu belə. Sonra biz nə keçirik? Y bərabərdir. Bir də funksiya bəzən y ilə, bəzən fx ilə işarə olunur. İkisi də funksiyadır. Deməli, yazırıq y bərabərdir kx üstəgəl b funksiyası və onun qrafiki. Funksiyası və onun qrafiki. Buna deyirik biz xətti funksiya. Xətti funksiya. Burada k bucaq əmsalıdır. Bucaq əmsalı. Və burada k bərabərdir tangens alfaya. Bucağın tangensinə. Ona görə bucaq əmsalı deyirlər. Və yaxud da verilən funksiyanın törəməsinə bərabərdir. Törəməni də biz gələcək dərslərdə keçəcəyik. Bloka düşür adətən. Bunun qrafiki də düz xəttdir. Sadəcə bunun qrafiki koordinat başlanğıcından keçmir də. Əgər koordinat başlanğıcından keçərsə B0 olacaq. Amma B0 olmasa bizim funksiyamız bu deyil, kx-dir. Koordinat başlanğıcından keçməsə xətti funksiyadır. Məsələn, belə keçə bilər. Belə keçə bilər. Gəlin birinci bunları araşdıraq. Bu birinci haldır, bu ikinci hal. Baxın, burada rübləri əzbərləməyə ehtiyac yoxdur. Burada B, Y oxunu kəsən nöqtəyə deyirlər. Biz bilirik axı, burası 0-dır və yadda saxlayın, 0-ın yuxarısı müsbətdir, aşağısı mənfidir. Sağı müsbətdir, solu mənfidir. Yəni, x-in müsbətləri sağda, mənfiləri solda, y-in müsbətləri yuxarıda, mənfiləri aşağıda olur.
Bizə də y oxunu kəsən nöqtə B-dir. B baxın buradır. Onda 0-dan yuxarıdadırsa B, deməli B nədir? Müsbətdir. K da bayaq dediyim kimi, baxın soldan sağa doğru, bax qrafik yuxarı qalxır da görürük də. Çünki burada bir adam var. Bu bir adamdır. Adam baxın yuxarı doğru qalxır. Onda K müsbətdir. Və yaxud da iti bucağını tapa bilərsiniz. Burada da baxın adam yenə soldan sağa doğru yuxarı qalxır. Burada da K müsbətdir. Amma Y oxunu baxın aşağıda kəsib 0-dan aşağıda. Deməli B mənfidir. Bu belə. Başqa necə ola bilər? Başqa qrafik belə ola bilər. Belə, bir də belə. Burada baxın B yuxarıda kəsib də 0-dan yuxarıda. Y oxunu 0-dan yuxarıda. Ona görə B müsbətdir. Amma K mənfidir. Çünki adam artıq soldan sağa doğru aşağı düşür. Yəni K mənfidir. Burada aşağı düşür. K mənfidir və B də mənfidir. Çünki Y oxunu aşağıda kəsib. B də mənfidir. Deməli, nə öyrəndik? B, Y-i kəsən nöqtədir. Əgər Y-i 0-dan yuxarıda kəsibsə B müsbətdir, aşağıda kəsibsə mənfidir. K isə soldan sağa doğru düz xət aşağı düşürsə K mənfidir, yuxarı qalxırsa müsbətdir. Bu da oldu K üstəgəl B funksiyası və onun qrafiki. İndi xətti funksiyanın qrafikinin qarşılıqlı vəziyyəti deyilən bir şey var. Nədir bu? Bax, 2 dənə sizə xətti funksiya yazıram. K1x üstə B1, bir də K2x üstə B2. Birinci hal, əgər K'lar bir-birindən fərqli olarsa, B bizə maraqlı deyil. Bu zaman düz xətlər kəsişir. Düz xətlər kəsişir. İkinci hal, əgər K'lar bərabər olsa, B'lər bərabər olmasa, yəni fərqli olsa, düz xətlər paralel olur. Üçüncü hal, K'lar bərabər, B'lər də bərabər olsa, düz xətlər üst-üstə düşür. Bir dənə də hal var. O əslində kəsişmədən çıxır o hal. Buna da dördüncü hal deyək. Əslində dördüncü hal deyək, buradan çıxır. Əgər bucaq əmsallarının hasili -1 olarsa, düz xətlər perpendikulyar olur. Perpendikulyar kəsişmə deməkdir. Elə perpendikulyar olur. Yəni 90 dərəcə altında kəsişir. Bu 4 dənə qaydanı bilmək çox vacibdir. Misallar birazdan göstərəcəm. Deməli, sonra nə var burada? Sabit funksiya deyilən bir şey var. Sabit funksiya. Sabit funksiya fizikada var, konstant. Deməli, nə deməkdir? Bir fx funksiyası var, tutaq ki, fx bərabərdir, tutaq ki, ax üstəgəl b böl cx üstəgəl d. Belə bir fx funksiyası var. Yadda saxlayın, əgər a bölək c bərabərdirsə b bölək d. Bax, buradakı a böl c ilə b böl d. Bu funksiyaya deyirik sabit funksiya. Bax, bu şərt ödənərsə, bu funksiya adlanır sabit funksiya. Başqa dildə nə deyək? Elə bir ki, x-in yerinə istənilən ədəd qoyanda bunların cavabları bərabər olmalıdır. İstəyirsən x-a 1 qoy, istəyirsən 2 qoy, istəyirsən 3 qoy. Hər hansı 2 qiyməti qoyub bərabərləşdirəndə cavablar bərabər olarsa buna deyirik sabit funksiya. Amma biz bu dediyim şərti öyrənsək çox rahatlıqla yaza bilərik. Məsələn, belə bir funksiyalar verilib. Bizə yazıb ki, 2x üstəgələk 3 böl 4x üstəgələk 6. Bizdən soruşur ki, bu funksiya sabit funksiyadırmı? Təbii ki, sabitdir. Niyə? Çünki bunların nisbəti bərabərdir bunların nisbətinə. İkisi də 2-də 1 yerdə ixtisar aparsaq. Ona görə bu sabit funksiyadır. Əgər belə olsaydı, fx bərabərdir, məsələn, 2x üstəgələk 3 böl 4x üstəgələk 5. Bu sabit funksiya deyil. Niyə? Çünki 2 böl 4, 3 böl 5-ə bərabər deyil. Bu sabit funksiya deyil. Sabit funksiyaya aid başqa bir nümunə göstərmək istəyirəm. Məsələn, misal yazır. Yazır ki, fx bərabərdir. Tutaq ki, ax üstəgəl 6 böl 3x üstəgəl 8. Sabit funksiyadır deyir. Sabit funksiyadır.
Bizdən sonra deyir ki, A vur F2-ni tap. Topluda da belə bir sual var. Sabit funksiyada nə deyir? Deyir ki, nisbətlər bərabər olmalıdır. Yəni, bunun nisbəti bunun nisbətinə bərabərdir. Təbii ki, işarələri də götürmək şərtidir. Burada ikisi də müsbətdir, yəni rahat yazıram. Bunu çarpaz vursan 8A bərabərdir. Deməli, 18 A da bərabərdir. 18 böl 8 ixtisar yaparsam 9 böl 4. Qoy qalsın. Deməli, bizim funksiyamız oldu 9 böl 4x üstəgəl 6 böl 3x üstə 8. Sonra f2 deyirsə, aparıb x-in yerinə 2 qoymaq lazımdır. Yəni, f2 bərabərdir 9 böl 4 vur 2 üstəgəl 6 böl 3 vur 2 üstə 8. Bunu da hesablasam, olacaq, deməli, bunlar ixtisar gedəcək. Olacaq 4,5 üstəgəl 6 böl 6 üstəgəl 8. Bu da edir 10,5 böl 14. Bu da 105 böl 140'dır da hər tərəfi ona vursaq. Bunu da 5'ə bölürəm. 21 böl 70. Bunları da 7'yə bölürəm. 10'da 3. Yəni 0,3. Bu 0,3'dür. Bu da 2,25'dir səhv eləmirəmsə. Bunların da hasilini istəyir. Daha onu hesablamıram. Vuracaqsınız, tapacaqsınız. Əsas məntiqini başa düşün. Bir də sabit funksiya belə sualları çox görmüşəm. Yazır ki, fx funksiyası sabit funksiyadır, yəni konstantdır. Və bizə deyir ki, f6 4-dürsə, f1 vur, f3 vur, f11'i tap. Sabit funksiyadırsa uşaqlar, istəyir f2222 yazsın, fərqi yoxdur, cavablar bərabər olur. Yəni buna da 4 yazırıq, çünki 4 verir. Buna da, buna da. Onların da hasil olacaq 64. Yəni sabit funksiyanın içərisinə baxmırıq, cavaba baxırıq. Cavablar bərabər olmalıdır. Bu da belə. Sonra başqa nə sual ola bilər? Bir də yadda saxlayın ki, funksiyada əgər düz xətt deyək də, məsələn, burada indi düz xəttdən danışırıq. Tutaq ki, düz xətt çəkdik. Baxın, burada y kəsdi, düzdürmü? Y oxunu kəsdi. Funksiyanın qrafiki hansı oxu kəsirsə, digər oxun qiyməti həmin nöqtədə sıfıra bərabərdir. Və bu nöqtədə y kəsib, axı, y var, x yoxdur. Yəni, bunun koordinatı x-i sıfırdır, y isə hər hansı bir nöqtə, deyək ki, A nöqtəsi. Birinci x yazılır, uşaqlar, ikinci y. Burada isə əksinə görürsünüzmü? X-i kəsib, deyək ki, bir B nöqtəsində kəsib. Burada isə x-i var, y yoxdur, x-i kəsib, onda bunun koordinatları olacaq B0. Yəni, uzun sözün qısası, düz xətt və yaxud da hansı bir parabola olsun. Hansı oxu kəsirsə, həmin nöqtədə digər oxun qiymətinə 0 qoyursunuz, hesablayırsınız. Bir də belə suallar olur. Məsələn, belə bir qrafik verir bizə. Yazır ki, bura 3 yazır, buranı yazır -1. Deyir ki, kx da b-nin qrafikinə əsasən, buna əsasən, bizdən bunu istəyir 2k üstəgəl 3b-ni tap. Bunun qısa yolu nədir? Birinci qısa yolunu öyrənəcəm, sonra əsl yolunu. Qısa yolu budur ki, bayaq biz dedik ki, b y-i kəsən nöqtədir. Y-i harda kəsmişəm? 3-də. Deməli, b 3-dür. Amma k-nı tapmaq yolu belədir. K bərabərdir -y böl x. -y böl x. Bu hardan gəlir? Kx da b düsturundan gəlir əslində. Bu qısa yoldur. -y böl x aparıb yerinə qoyuram. Yəni, y-dəki ədədin əksini, yəni 3-ün əksini bölürəm x-dəki ədədə. Bu da edir 3. İndi aparıb yerinə qoyuram. Olur 2 vur 3, üstəgəl 3 vur 3. Cavab 6 üstəgəl 9, yəni 15. Bu, bunun qısa yolu. Yaxşı, tutaq ki, bu yol xoşunuza gəlmədi. Başqa bir yolda izah edeyim sizə. Bayaqki kimi bir yol izah edəcəm. Bax, bayaq dedik ki, hansı oxu kəsmişəmsə, həmin nöqtədə digər oxun qiyməti 0-dır. Yəni, bax, bu nöqtə əslində -1 yox, -1 0 nöqtəsidir. Çünki y yoxdur, axı x-i kəsib. Bura isə y kəsib, bu da x yoxdur, yəni 0,3 nöqtəsidir. Aparıram, bunların ikisini də qoyuram burada yerinə. Birinci -1 0 qoyuram. X-in yerinə -1 qoyuram, y yerinə 0 olur. 0 bərabərdir -1 vur k üstəgəl b. Bu da olur -k üstə b bərabərdir 0. Bir də
-1, 0 dedik. Bir də 0, 0. 3'ü qoyuram yerinə. Olur deməli 3 bərabərdir 0 vur k üstə gəl b. B olur burada 3. B 3'dür. Aparıb b-ni bura qoysaq. -k üstə 3 0'dırsa k da buradan 3'dür. Yəni yenə eyni cavabı tapacağım. Yenə eyni şey tapdıq. Görək topluda nə tip suallar var bu mövzuya aid. Görə burada nəyi demədik biz? Deməli, indi mən sizə başlamaq istəyirəm. Bayaq dediyi tangens alfa, ona aid suallar. Siz burada tangensin bəzi dərəcələrini əzbərləməlisiniz. Tangens məsələn 30 dərəcədə alır 1 böl kök 3 və ya kök 3 böl 3. İrasadan az deyirəm. Deyim ki, tangens 0 dərəcədə alır elə 0. Tangens 60 dərəcədə alır kök 3. Tangens 90 dərəcədə təyin olunmayıb. Yəni yoxdur, boşluq. Bir də tangens 45 dərəcədə 1 alır. Heç olmasa bunları əzbərləyin ki, sual növlərini yaza bilərsiniz. Bunların körbucaqları da var. Məsələn, körbucaq qonşu deməkdir. Tangens 30-da qonşu bucaq 150-də. Tangens 150-də eyni qiymət alır, amma mənfisi ilə. Yəni mənfi 1 böl kök 3 və ya mənfi kök 3 böl 3. Bunları da yazmıram. Bunun qonşusu heç yoxdur. Çünki 0-da 180 olacaq. Bunların qonşusunu yazmaq olar. Məsələn, 120-də bunun mənfisini alacaq. Bir də bunun qonşusu 135-də bunun mənfisini alacaq. Onları da yazmıram. Bunlar nə işimə yarayır? Məsələn, mənə belə bir şəkil verir və yazır ki, bura 135 dərəcədir. Mənə deyir ki, bu hansı funksiyanın qrafikidir? Daha doğrusu bu mərkəzdən keçir. Bura 135 dərəcədir. Mərkəzdən keçirsə kx funksiyasıdır, düzdürmü? Y bərabərdir kx-dir. Və k-sı 135 dərəcə körbucaq deyənə mənfidir. 135 dərəcədə nəyin qonşusudur? 45-in. Yəni 1-in əksi mənfi 1. Yəni mənfi 1x. Yəni mənfi x. Və yaxud da bura 135 yox. Olsa ki, məsələn, 120 dərəcə. 120-də də ki, 60-ın qonşusudur. 60-da kök 3 alır deyənə olur. Y bərabərdir mənfi kök 3x. Və s. Bu da ona görə lazımdır bizə. İndi öyrənirik. Y bərabərdir k bölü x funksiyası və onun qrafiki. Buna deyirik tərs mütənasib funksiya. Bunun qrafiki əyri xəttdir. Bəzən buna hiperbola deyirlər. Hiperbola. Əgər, baxın, qrafik belə olarsa, yəni birinci və üçüncü rüblərdən keçərsə, k müsbətdir. Əgər qrafik ikinci və dördüncü rüblərdən keçərsə, k nədir? Mənfidir. Məsələn, belə bir sual versin bizə. Yazsın ki, belə bir şəkil çəksin. Buraya yazsın y bərabərdir a bölü x. Burada yazsın y bərabərdir a bölü x. Buraya yazsın y bərabərdir b bölü x. Burada yazsın y bərabərdir b bölü x. Baxırıq rüblərə. Bu birinci rübdür, bu da üçüncü rübdür. 1-3-dən keçəndə dedik ki, k müsbətdir. Burada da k rolunda a deyəm. Ona görə a-sı müsbətdir. 2 və 4-dən keçənlər mənfidir. Yəni b də mənfidir. Çünki bu qrafiklər 2-4-dən keçir. İndi görək nə qaldı. Qaldı bizdə funksiyanın sıfırları. Funksiyanın sıfırları nədir? Funksiyanın qiymətini sıfıra çevirən ədədlərə funksiyanın sıfırları deyilir. Yəni, başqa sözlə desək, bir dənə funksiya yazıram. Y bərabərdir 2x üstə gələk 5. Bax, deyir ki, bunun sıfırını tap. Funksiyanın sıfırını tapmaq üçün funksiyanı gərək sıfıra bərabər eləyək və x-i tapaq. Buradan da x olur -2,5.
Yəni funksiyanın sıfırı -2 onda 5-dir. Əgər funksiyada x yoxdursa, məsələn belə bir funksiya yazıram. Bu zaman funksiyanın sıfırı yoxdur. Niyə? Çünki 4-ü nətər sıfıra bərabər deyil? 4 sıfıra bərabər deyil axı. Bunu həll etmək olmuraq. Bu sabit funksiyadır. Sabit funksiya yeri gəlmişkən, sabit funksiyada x olmur. Məsələn, belə bir sual yazıram sizin üçün. Yazıram ki, y bərabərdir 2a çıx 3x kvadrat üstə gələk 4b çıx 2x üstə gələk 6 tutaq ki, a üstə gələk b. Deyir, bu funksiya sabit funksiyadırsa, sabit funksiyadır. Dedik ki, tutaq ki, a üstə gəl b-ni tap. Sabit funksiyası dedik ki, burada AB parametridir təbii ki, ədəddir yəni. Sabit funksiya dedik ki, x olmur. Ona görə biz bunu və bunu yox eləməliyik. Bunları da yox eləmək üçün geri bunların əmsalı, yəni bu mötərizələrin içi 0 olsun. Yəni bir dəfə bunu 0-a bərabər edirik. Buradan 2a olur müsbət 3, a da olur 1,5. Bir də bu 4b çıx 2-ni 0 edirik. Buradan 4b olur müsbət 2, b də olur 2 bölü 4, yəni 0,5. Bunların da cəmini istəmişdi, cavab 2 olur. Sonra belə bir sual yazıram. Məsələn, bizə belə bir qrafik versin. Qrafikdə bir dənə belə bir düz xət versin, bir dənə də belə. Bunlar tutaq ki, 90 dərəcə altında kəsişsin. Bura A nöqtəsi desin, bura B nöqtəsi, bura C. Mənə desin ki, tutaq ki, desin ki, C-dən AB-yə qədər məsafə 12-dir. Və qrafiklər 2 dənə funksiya versin. Y bərabərdir, tutaq ki, neçə olsun məsələn? 2x çıx 6, biri də olsun -2də 1 x üstə gələk 6 yox, burada a yazmalıyıq. A burada üstə gələk b. Bax, belə olsun. Aha, birinci növbədə uşaq bilməlidir ki, k-sı müsbət olan soldan sağa doğru yuxarı qalxır. Yəni, yuxarı qalxan budur da. Bu 2x üstə gəl a-nın qrafikidir. Bu isə -2də 1 x üstə gəl b-nin qrafikidir. Çünki aşağı düşür. Və həqiqətən də baxın 90 dərəcə altında kəsibsə, deməli bunların k-larının hasili -1-dir. Bax, bu k-la bu k-nı vuranda həqiqətən -1 eləyir. Əgər onları verməsə, siz onları vurub -1-ə bərabər edib tapa bilərsiniz. Və bunlar görürsünüz, eyni nöqtədə kəsiblər. Deməli, bunların B-si, y-i kəsən nöqtə axı B idi. Deməli, bunların B-si eynidir. Burada B rolunda, bax, bunlardır, yəni, bax, bunlar. Bunlar ikisi də, deməli, bu nöqtədir. Bu məsafəni də bizə 12 veribsə, deməli, bunların B-si eyni nöqtədir və məsafə də 12-dirsə, deməli, bura, bax, bura 12-dir də, yəni, bura 0-12 nöqtəsidir. Yəni, bunun B-si 12-dir. Yəni, bax, burada A-da 12-dir burada. Bu B də 12-dir. Deməli, bu funksiya 2x üstə gəl 12-dir. Bu, -2də 1x üstə gəl 12-dir. Bizə nə soruşsun ki, A-dan B-yə qədər məsafəni tap. Məsələn, belə bir sual versin. Biz bunu bilmirik axı. Bunun x-ını bilmirik. Tutaq ki, bu x1 olsun. Bunu da x-ını bilmirik. Bu da x2 olsun. Bizə bayaq dedik, axı x-i kəsəndə nə 0 olur? Y 0 olur. Deməli, bir dəfə burada y-in yerinə 0 qoyuruq. Bir dəfə burada. Yəni, olur 0 bərabərdir 2x üstə gəl 12. Buradan 2x bərabərdir -12. X də bərabərdir -6. Baxın, bura -6 nöqtəsidir. Bir də bunu 0-a bərabər eləm. -2də 1x üstə gəl 12 bərabərdir 0. -2də 1x bərabərdir -12. X də bərabərdir -12-ni 2-də bərabərində müsbət 24. Burada oldu 24 nöqtəsi. Buradan bura qədər məsafə deyirsə, məsafə də mənfi ola bilməz axı. Buradan bura 6 addım var, burada da 24 addım var. Cəmi oldu 30. Məsafə oldu 30. Tutaq ki, bu yolla eləmək istəmirsiniz. Sizə bunun həndəsi yolunu öyrədim. Tutaq ki, bu cür eləmək istəmirsən. Bax, buradan bura məsafə 12 deyil. Evklid düsturu var deyib. Evklid düsturu necə idi?
H kvadrat bərabərdir A vur B. Düzdür? A buradan bura məsafədir, B buradan bura məsafədir. Burada sadəcə olaraq x1, x2 verilməyib. Onu görək, neyniyək? Tapaq. Necə tapacağıq? Bayaqki kimi 0 qoyduğu yerlərinə. Bu x1 necə tapmışdıq? x1 tapmışdıq, deməli. O heç nə. Heç bunu yazmağa ehtiyac yoxdur, çünki mənasızdır da. O nə zaman yazarıq? K-lar olmaz. Heç bir şey. Elə bu yolla eləsəz bəssizdir. Bəzi misallarda o yolla eləmək olur, amma bu misalda ehtiyac yoxdur. Belə. Başqa görüm nə qaldı? Gəlin topluda olan sual tiplərinə baxaq. Məsələn, birinci sualda deyir funksiyanın sıfırlarını tap. Funksiyanı dedik sıfıra bərabər edib tapırıq. Məsələn, bu 5-ci suala baxın, deyir ki, bu nöqtədən keçir. Keçir deyirsə, uşaqlar keçir, aiddir, üzərindədir. Bu tip suallarda nə edəcəksiniz? Birinci nöqtəni aparıb x-in yerinə qoyacaqsınız. İkinci nöqtəni y-in yerinə qoyacaqsınız. Gəlin elə bu sualı yazın bura. Məsələn, y bərabərdir k çıx 2 bölü x. Deyir ki, bu a mənfi 3 mənfi 7 nöqtəsindən keçir. Buradan keçir deyirsə, aparsan x-in yerinə mənfi 3 qoyursan, y-in yerinə mənfi 7. Yəni, mənfi 7 bərabərdir k çıx 2 bölü mənfi 3. Çarpaz vurursan, k çıx 2 olur 21, k da olur 23. Bizdən də elə k-nı istəyirdi, cavab D variantı. Burada bucaq əmsal deyirsə, k-nın yerinə qoyuruq və xətti funksiya deyirsə, k(x) gəl B funksiyası da nəzərə alınır. Bu bucaq əmsalı bayaq dedim, tangesi bilməlisən. Belə. Demək olar ki, çox şey dedim bu mövzu haqqında. İndi sual tiplərinə də dərsdə baxacağıq. İkinci bölməsində növbəti videoda gələcək. Hələlik, sağ olun.